Uzun müddətdir bu məsələ müzakirə olunurdu, Kəpəzin baş məşqçi məsələsi və nəhayət Kəpəz açıqladı ki, Azər Məmmədovla ilkin razılıq əldə olunub və yaxın günlərdə artıq müqavilə imzalanacaq. Mövsümün sonuna kimi Azər Məmmədov 2023-cü ildə çalışıb Kəpəzdə. Görək bu dəfəki gəlişi necə olacaq, uğurlu olacaqmı, olmayacaqmı? Digər bir tərəfdən isə Elvin Cəfərquliyev məsələsi çox müzakirə olunur. Qarabağ onu yaydakı təlim məşq toplanışına apardı. Hava limanında görüntüləndi. Bəziləri deyir ki, Qurban Qurbanov artıq Qurban Qurbanovla arasında olan məsələ çözülüb və ona yenidən şans verilib. Bəzi futbol sevərlər, azarkeşlər deyir ki, yox, hələ ki bu məsələ çözülməyib. Sadəcə olaraq Elvin Cəfərquliyev aparılıb deyə o demək deyil ki, Elvin Cəfərquliyevlə yollar ayrılmayacaq. Qarabağ kluba gələcək Elvin Cəfərquliyev üçün təklifi gözləyir. Sadəcə olaraq təklif gəlməzsə, indi maraqlı sual budur ki, təklif gəlməsə Elvin Cəfərquliyevə ya da təklif edən hansı bir klubla anlaşılma olmasa, razılıq əldə olunmasa, bax, Elvin Cəfərquliyev Qarabağın əsas heyətində mi rol alacaq, yoxsa elə əvəzedicilər komandasında oynayacaq? Bax,